İcazət mənim qeyd eləməliyəm ki, demək olar hər il ardıcıl olaraq ölkə başçısının müxtəlif sərəncamlarında, fərmanlarında Naxçıvan Dövlət Universitetinə aid xüsusi bəndlər vurğulanır. Bundan öncə bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının 2023-2027-ci illərə dair sosial inkişafına dair dövlət proqramında da Naxçıvan Dövlət Universitetinin inkişafı prioritet istiqamətlərindən biri kimi müəyyənləşibdir. Naxçıvan Dövlət Universiteti üçün yeni bir kampusun tikilməsi nəzərdə tutulub. Bu dövlət proqramı çərçivəsində tibbi tədqiqat klinikasının yaradılması nəzərdə tutulub və dövlət proqramı çərçivəsində Cənab Prezidentin böyük qayğısı və dövlət proqramı vəsaiti hesabına Naxçıvanda ilk dəfə Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dilli orta məktəb açılıb. Bu orta məktəb bilirsiniz Cambridge lisenziyalı orta məktəbdir. Artıq 2 ildir fəaliyyət göstərir. Görün nə qədər Cənab Prezident uzaq görən böyük məntiqlə bunları düşünüb ki, Naxçıvanın gələcəkdə bu böyük makroiqtisadi layihələrində Naxçıvanın beynəlxalq əlaqələrinin gücləndirilməsində və regional iqtisadi gücünə çevrilməsində gələcəkdə xüsusi bazarlıqları olan gənclərə ehtiyac tələbatından məktəbin açılması. Naxçıvanda ilk dəfə ingilis dilli məktəb açıldı və bu məktəb artıq uğurla fəaliyyət göstərir. Və təbii ki, bütün bunlar Naxçıvan Dövlət Universitetində bundan öncə sadaladığım sahələr üzrə də yeni kadrların hazırlanması, xüsusi bacarıqları olan, süni intellektlə istifadə eləməyi bacaran, rəqəmsal bacarıqları olan, xarici dilləri bilən yeni kadrların hazırlanmasını şərtləndirən başlıca amillərdən biridir. Qeyd eləməliyəm ki, Nicat müəllim, bununla bağlı Naxçıvan Dövlət Universiteti artıq bir neçə il bundan qabaq müəyyən layihələrin icrasına başlayıb. Hansı ki, bunlar birinci növbədə yeni ixtisasların yaranması ilə bağlı olan layihələrdir. Qeyd eləməliyəm ki, son 5 ildə Naxçıvan Dövlət Universitetində 34 bakalavriat ixtisası, 40-dan artıq yeni magistratura ixtisasları yaradılıb. Hansı ki, sevindirici haldır ki, bu ixtisasların, yaranmış ixtisasların böyük əksəriyyəti məhz Cənab Prezidentin səfəri zamanı verdiyi tapşırıqlara uyğun olan ixtisaslardır. Məsələn, biz 5 il bundan qabaq Naxçıvan Dövlət Universitetində beynəlxalq ticarət və logistika ixtisasını açmışdıq. Bu il ilk məzunumuzu vermişik və gələcəkdə Naxçıvanın logistik sahələrdə olan kadr tələbatını ödəmək üçün bu ixtisas açılıb. O cümlədən Naxçıvan Dövlət Universitetində bu ixtisasların bakalavriatda 34 yeni ixtisasın, hansı ki bunlar son 5 ildə açılıb, 12'si ingilis dilli ixtisaslardır. Bunlar kompüter mühəndisliyi ixtisasıdır, bu elektronika mühəndisliyi ixtisasıdır, proseslərin avtomatlaşdırılması ixtisasıdır. Bu eyni zamanda Naxçıvan Dövlət Universitetində qeyd elədiyim kimi yeni yaranmış beynəlxalq ticarət və logistika ixtisasıdır, yeni aqrar ixtisaslardır. Bu il biz Naxçıvan Dövlət Universitetində bitki mühafizəsi ixtisası, torpaqşünaslıq, aqrokimya ixtisaslarının açılmasına nail ola bilmişik ki, bunlar da məhz bu qoyulan strateji hədəflər üçün kadr təminatını formalaşdıran əsas ixtisaslardır. O cümlədən magistratura səviyyəsində biotexnologiya, nanoelektronika, aqrar sahələrdə, şəhərsalma ilə bağlı, memarlıqla bağlı yeni ixtisaslar açılıb ki, məhz bunlar da Cənab Prezidentin səfəri zamanı müəyyənləşdirdiyi tapşırıqları icra eləmək üçün gələcəkdə kadr potensialının əsasını təşkil edəcəkdir. Mən burada xüsusi sevinirəm həm də Naxçıvanda yaranmış yeni sənaye parkına görə. Ona görə ki, yeni sənaye parkı bizim üçün çox ciddi bir təcrübə bazasıdır. Universitet sənaye işbirliyini daha da sürətləndirir. Bilirsiniz ki, universitet sənaye işbirliyi bugün dünya universitetlərinin reytinglərini müəyyənləşdirən əsas indikatorlardan biridir və biz həm də şanslıyıq ona görə ki, dünyanın bir sıra universitetləri universitet sənaye işbirliyini prioritet kimi önə çıxarır. Biz bugün çox şanslıyıq ki, universitet sənaye dövlət hökumət işbirliyini, buna triple helix forması deyirlər, bunu önə çıxara bilirik. Bu nədir? Biz sadəcə sənayədən yox, əsasən dövlətdən dəstək alan ali təhsil müəssisəsiyik. Və elə bu dövlətin dəstəyi ilə yaranmış yeni sənaye parkı da Naxçıvan Dövlət Universitetinin tələbələri, məzunları üçün həm ciddi bir təcrübə bazası, həm gələcəkdə bir iş yeri deməkdir. Bilirsiniz ki, biz bir neçə ildir Naxçıvan Dövlət Universitetinin 2021-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin kampusunda texnologiyalar parkının tikilməsi ilə bağlı işlərə başlamışıq. Bu, bizim kampusumuzun 4 hektar ərazisini əhatə edir. Bu texnoparkın inşası davam elətdirilir və çox ümidliyik ki,
biz yaxın gələcəkdə, yaxın illərdə Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkı istifadəyə verildikdən sonra Naxçıvan Sənaye Parkı ilə birlikdə bircə böyük layihələri icra edə biləcəyik.